Herkese selam. Bugün sizlere kırılmayan, yumurta kokusu gelmeyen, hazır aldıklarımızdan daha tatlı yumuşak rulet hazırlayırım. Bunun için qaba 5 adet yumurta, 1 paket vanilin, 5 yemek kaşığı şeker tozu əlavə edib köpüklənənə qədər karıştırırıq. Nəticədə qatı kütlə alınır. Üzərinə 5 yemek kaşığı suyu əlavə edib karıştırmağa davam edək. Son olaraq 5 dolu yemek kaşığı unu əlavə edib karışdıraq. Hazırladığımız xəmiri yağlı kağız sərdiyimiz listə bərabər şəkildə yayaq. Əvvəlcədən 200 dərəcədə alt üst rejimdə qızdırdığımız sobada 8-10 dəqiqəyə biskvitin üzəri qızılı rəng alana dək bişirək. Bu arada kinkan sosunu hazırlayaq. 1 stəkan kinkanı 2 hissəyə bölüb qazancaya əlavə edək. Yarım stəkan şeker tozu, yarım stəkan suyu əlavə edib bam odda pişirib soymağa qoyaq. Kremi üçün qaba 100 ml qaymaq, 3 yemək qaşığı qatlaşdırılmış südü əlavə edib mikser ilə qarışdıraq. Biskvit pişdikdən sonra mətbəx dəsmalının üzərini tərs çevirib pişirdiyimiz kağızı ehtiyatla çıxardaq. Sıx şəkildə vurub kənarda gözlədək. Daha sonra kremdən əlavə edib hər tərəfinə yayırıq. Üzərinə kinkan sosu əlavə edirik. Ardından rulet kimi büküb servis zamanı üzərinə zövqə görə pudra şəkər səpə bilərsiniz. Nəticədə çox dadlı, yumuşaq rulet hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun.